1 metrdir. Aha, yaxşı. Küşdən zərbə zamanı zərbəni yerinə yetirən oyuncu topa heç kəs toxunmadan yenidən özünü toxunuş etmə şansı var? Yox. Aha, biz deyirdik anam, hansı standart vəziyyətlərdə offside qeydə alınmırdı? Yan xətt, küşdən zərbə, bir də qapıdan zərbə. Bax, yan xəttdəndir, küşdən zərbədir, bir də qapıdan xəttə. Bu üç halda offside-a düşülmür. Yəni oyundan kənar vəziyyət olmurdu. Hə, hər hansı komandanın heyəti neçə nəfərdən az oyuncu ilə qaldıqda həmən komandaya texniki məğlubiyyət verilir. 7-dən az olduqda. Qəşəng, 7-dən az olduqda texniki məğlubiyyət verilirdi. Yaxşı, ehtiyat oyuncu, əsas oyuncu meydanı tərk etmədən meydana daxil olma şansı var idi. Yox. Şəfa müəllim, niyə dəstək yoxsunuz? Aha, əsas oyuncu meydanı tərk eləmədən ehtiyat oyunçunun meydana daxil olma şansı nə idi anam? Yox idi. Setlər arası fasiləmiz nə qədərdir? Niyə müəllim link var? Mənə nöqtə at şəxsiyə link göndərim gəlin. Aha, 15 dəqiqə idi. Yaxşı, oyunda qolu vuran komanda mərkəzdən başlayırdı, yoxsa qolu yeyən anam? Qolu yeyən. Qəşəng, qolu yeyən. Əlavə vaxtlarda bizim meydan dəyişimimiz olurdu anam? Bəli, olur. Aha, yaxşı, əlavə vaxtlarda bizim nəyimiz olurdu? Meydan dəyişimimiz olurdu. Sonra, əlavə vaxtlar neçə dəqiqə ollanam? 15-15. Aha, 15-15 olurdu. Penalti seriyasında, bax, təkcə penalti seriyasından söhbət gedir. Penalti seriyasında neçə dəfə püşüş atma olur penaltidə? 2 dəfə. Müəllim, yenə bildim ay müəllim. Hə, axşamınız xeyir. Aha, axşamınız xeyir. Bayaqdan hatıram alınmır. Nə qədər dedim, axırda özünüzə yazın. Hə. Penalti seriyalarında anam, penalti seriyalarında 2 dəfə nə olurdu? Püşüş atma olurdu, düzdürmü? 11 metrlik penalti zərbəsi zamanı top hərəkətsiz olmalıdır. Bəli. Aha, yaxşı. Siz mənə deyin görüm, əgər zərbəni yerinə yetirən oyuncumuz topa heç kəs toxunuş etmədən yenidən özü ikinci toxunuşu əllə edərsə hansı zərbədir, ayaqla edərsə hansı zərbədir? Əllə edərsə cərimədir, ayaqla edərsə sərbəst. Aha, top son olaraq müdafiə olunan komandanın oyuncusunun toxunuşundan sonra qapı xəttini hava ilə və yoxsa da yerlə keçərsə qol vurulmazsa hansı zərbə olur? Qol vurulmur amma. Küşdən zərbə. Aha, qol vurulmuşsa küşdən zərbə. Amma qol vurulsaydı nə olacaqdı anam? Qapıdan zərbə. Qəşəng, qapıdan zərbə. Qapıdan rəqib komandanın qapısına qol, birbaşa qol olaraq qeydə alınırmı? Alınır. Aysel alınır. 11 metrlik penalti zərbəsi ilk zərbə daballa arxaya vurula bilər? Xeyr. Aha, vurula bilməzdi. Yaxşı, 11 metrlik penalti zərbəsindən hər kəs neçə metr məsafə gözləməlidir? 9-15 mənim. Aha, 9%-15-dir. Yan xəttdən atılan top düzgün icra olunmadıqda oyun necə davam eləyir? Rəqibə keçir top. Qəşəng rəqibə keçirdi. Əgər qapçı, top qapçıya dəyib, qapıya daxil olarsa qol qeydə alınır bütün hallarda. Alınır mı? Aha, alınır.